Azərbaycanın Rusiyadakı səfirliyinin və Sankt-Peterburqdakı başkonsulluğunun təşkilatçılığı ilə keçirilən görüşdə mədəniyyət, elm, təhsil və media nümayəndələri iştirak edirdi. Səfir Rəhman Mustafayev çıxış edərək bildirdi ki, Azərbaycan icması təkcə etnik azərbaycanlıları deyil, həm də öz vətənlərini xaricdə layiqincə təmsil edən digər xalqların nümayəndələrini birləşdirir. Bu baxımdan belə görüşlərin mütəmadi keçirilməsi və onların əsasında qeyri-rəsmi Rusiya-Azərbaycan mədəniyyət dialoqu icmasının yaradılması təklif olunur. Belə görüşlərin keçirilməsi çox vacibdir. Azərbaycanlı olaraq mədəni əlaqələrimizin genişlənməsinə görə də böyük məsuliyyət daşıyırıq. Bugün biz müxtəlif səpkili fikirləri eşitdik. Məsələn, bir musiqiçi, opera müğənnisi kimi mən də öz layihəmi təqdim etdim. Azərbaycanla ilk tanışlığım Qəbələdə keçirilən musiqi festivalında oldu. Bugünkü görüş mədəni yaxınlaşma üçün daha bir şansdır. Sankt-Peterburqda yaşayan Azərbaycan nümayəndələrinin bir çoxu ilə artıq əməkdaşlıq planlarımız da var. Əməkdaşlığımızın dərinləşəcəyinə və təkcə mədəniyyəti deyil, elm, tibb və təhsili də əhatə edəcəyinə əminəm. Sankt-Peterburqdakı başkonsul vəzifəsini icra edən Anar Yusifzadə, Müasir Dövlət İnkişaf İnstitutunun direktoru Dmitri Salonikov siyasi, ticari, iqtisadi, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın əlaqələrimizin inkişafına verdiyi töhfəni xüsusi vurğuladılar. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsi müdiri Tamila Əhmədova isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə uzun illərdir mədəniyyət, təhsil və tibb sahəsində layihələr həyata keçirən nümayəndəliyin fəaliyyətindən danışdı. Tədbirdə Azərbaycan mədəniyyətinin təbliğinə yönəlmiş səylərin iki ölkə xalqları arasında etimadın və dostluğun möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırıldı. Bilirsiniz ki, Rus caz ustaları Azərbaycan cazına və caz muğamına böyük hörmət bəsləyir. İnanıram ki, dövlətlərarası səviyyədə dəstəklə Rusiya və Azərbaycan musiqiçiləri arasında davamlı əməkdaşlıq qurmaq mümkün olacaq. Azərbaycan mədəniyyətinin təbliğində maraqlı olan yaradıcı insanların birləşdirilməsi həqiqətən də çox vacibdir. Bu görüşlərin səmərəli fikir mübadiləsi platformasına çevriləcəyinə və mədəniyyət sahəsində real birgə layihələrlə nəticələnəcəyinə inanıram. Görüşdə mədəniyyət xadimlərinin, diaspor nümayəndələrinin də çıxışları dinlənildi. Bu cür təşəbbüslərin Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi. Azərbaycanla Rusiya arasındakı münasibətlər yalnız siyasi, iqtisadi müstəvidə məhdudlaşmır. Sankt-Peterburqda keçirilən görüşdə həmçinin bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı. İki ölkə arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlığa yönəlmiş bu cür görüşlərin gələcəkdə Rusiyanın digər regionlarında da keçirilməsi nəzərdə tutulur. Zakir Musayev, Azərbaycan televiziyasının Rusiya bürosu, Sankt-Peterburq.